Hər kəsə salam. Bugün ağızda əriyən, yumuşaq, hər kəsin asan hazırlaya biləcəyi Spartak tortu bişirirəm. Əvvəlcə buxar vannası hazırlayıram. Böyük bir qazanın içinə su tökürəm və qaynamağa qoyuram. Başqa bir qaba 4 yumurta, şəkər tozu, 3 yemək qaşığı bal və kakaonu ələkdən keçirərək əlavə edib yaxşıca qarışdırıram. Üzərinə otaq hərarətində olan kərə yağını əlavə edib buxar vannasında şəkər və kərə yağı tam əriyənə qədər çırpıcı ilə qarışdırıram. Ardınca 1 çay qaşığı soda əlavə edib qarışdırıb ocaqdan götürürəm. Bu zaman xəmir biraz açıq rəng alır və köpüklənir. Unu az-az əlavə edirəm və yoğurmağa başlayıram. Nəticədə yumuşaq və elastik xəmir alınır. Mən xəmiri 13 hissəyə bölürəm və kündələyirəm. Hər kündə 83 qramdır. Siz daha böyük tort istəsəniz 8-10 hissəyə də bölə bilərsiniz. Kündələrin üzərini streçləyib 20-30 dəqiqə gözləməyə qoyuram. Bu müddət ərzində kremi bişirməyə başlayıram. Qazançaya 1 stəkan şəkər tozu, 2 yemək qaşığı qarğıdalı nişastası və 2 yemək qaşığı un əlavə edib yaxşıca qarışdırıram. 1 ədəd yumurtanı da əlavə edib yenidən qarışdırıram. Son olaraq 2 stəkan yarım süd əlavə edib topaq qalmayana qədər qarışdırıram. Qazançanı ocağa yerləşdirirəm. Orta odda daim qarışdıraraq bişirirəm. Krem qaynamağa başlayır. 1-2 dəqiqə daha bişirib ocaqdan götürürəm. Tez soyunması üçün başqa qaba tökürəm və üzərinə 1 paket vanilin əlavə edib qarışdırıram. Ardınca üzərinə hava keçməyəcək şəkildə streçləyirəm ki, üzəri qabıqlanmasın. Tam soyunması üçün otaq hərarətində saxlayıram. Krem soyuyana qədər layları bişirməyə başlayıram. Kündələri dairəvi formada 1-2 mm qalınlıqda yayıram. Hər bir layı əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 2-3 dəqiqə bişirirəm. Çox qızartmaq olmaz. Əks halda xırçıldayan və sərt laylar alınacaq. Daha dəqiq forma üçün qəlibdən istifadə edirəm. Bişmiş qatları isti-isti qəliblə eyni ölçüdə kəsirəm. Layların kənarlarından qalan artıqları blenderdə çəkib tortun kənarlarını bəzəmək üçün saxlayıram. Krem soyudu. Otaq hərarətində yumuşalmış kərə yağını ağarıb krem halına gələnə qədər 3-4 dəqiqə mikserlə çalıram. Bişirdiyim krem otaq hərarətindədir. Əvvəlcə bu kremdə mikserlə biraz çalıram və çaldığım kərə yağını bu kremdən az-az əlavə edərək çalmağa davam edirəm. Burada diqqətli olmalıyıq. Əgər bişmiş kremi hər dəfə əlavə etdikdə yağla tamamilə qarışana dək çalmasa krem çürüyə bilər. Budur, bütün bişmiş kremi az-az əlavə edərək çalarak bitirdim. Nəticədə çox ləzzətli, havalı krem alındı. Hər layın arasına krem çəkirəm və üst-üstə düzürəm. Sonda tortun üzərini və kənarlarını hamarlayıram. Blenderlədiyim artıq hissələrlə tortun kənarlarını bəzəyirəm. Və tortun üzəri üçün şokoladlı qlazur hazırlayıram. Qlazur üçün qazançaya 100 qram qaymaq və 150 qram şokolad əlavə edib zəif odda əriyənə qədər bişirirəm. İlk istisi çıxan kimi tortun üzərinə əlavə edib ehmalca yayıram. Burada biraz cəldi olmaq lazımdır ki, şokolad donmamış hər tərəfə yaya bilək. Mən tortu soyuducuda gecədən saxladım. Amma vaxtınız varsa ən azı 3-4 saat soyuducuda saxlayın ki, tam yumuşasın və qatlar kremi yaxşı çəksin. Budur, tortun qoxusu evə yayılır və kəsən kimi yoxa çıxır. Bunu bir dəfə bişirən həmişə bişirmək istəyir, xəbəriniz olsun. Dadına baxdıqdan sonra düşündüm ki, kakos bu torta çox yaraşacaq və elə də oldu. Siz istəsəniz əlavə etməyə bilərsiniz. Amma hər iki halda çox ləzzətli olur. Hazırlayın, hər kəsə nuş olsun. Videonu bəyəndinizsə yorum yazıb paylaşmağı unutmayın. Hələlik!